Dünya təhsil sistemləri və məktəb müəssisələri üzərinə yazılmış tənqidi 3 əsəri sizlərə təqdim edirəm. Bu əsərlərimizdən ilki John Taylor Gattonun qələmə aldığı Təhsil bir kütləvi məhv silahı olaraq adlandırdığı bir kitabdır və bu kitabda məcburi təhsilin bir cəmiyyəti necə məhv edəcəyi haqqında öz fikirlərini bildirir. İkinci kitabımız isə Zülküf Hocanın qələmə aldığı Türkiyənin təhsil çıxılmazı adlı kitabıdır. Biz də bilirik ki, Azərbaycan təhsil sistemi Türkiyə təhsil sistemi ilə çox bənzəyir. Türkiyədəki təhsil çıxılmazları üzərindən Azərbaycanın da necə hansı problemləri yaşayır, onu görmüş olacaqsınız və nə üçün Azərbaycandan innovativ və girişimci insanlar çıxmır, bu kitab vasitəsilə sizlər çox yaxşı anlamış olacaqsınız. Üçüncü kitabımız isə son illərdə bestseller kitablardan biri olan Ken Robinsonun öz kitabıdır və bu kitabda daha öncə baş vermiş təhsil prosesləri haqqında kiçik hekayələr üzərindən təhsil sistemlərini tənqid edir və çox gözəl perspektivlər qazandıracaq bir kitabdır. Hər birinizə bu 3 kitabı oxumağı tövsiyə edirəm.